Salamlar, vaxtınız xeyir olsun. Mən Abdüzəl Laxşin, insan psixologiyası metodisti. Əslində bu haqda bir çox videoroliklər yaxud video çəkilişlər qeyd olunsa da, bəzi insanların səmərəsiz hərəkəti, məsələ söhbət burada imtahan prosesindən qabaq, yəni bir gün, 2 gün, lap 1 ay, 5 ay müddət əvvəldən söhbət gedir. Səmərəsiz yaxud son anda əl-ayağa düşməsi ilə imtahan prosesində olan müvəffəqiyyəti itirməsi, yaxud sonradan pis alınan nəticə, bundan əlavə keyfiyyətsiz oxunmalar həmin insanın sonrakı həyat prosesində neqativ olmasına gətirib çıxarır. Bilirsiniz, ən azından əlində 100 vərəqli bir material varsa, əgər bunu gedib sən götürüb hazırlaşırsansa, ən azından balanslı şəkildə, planlı ardıcıllıqla, daxilində olan konspekt şəklində qavramayacağın yox. Qavrayacağın formada əsas yerlərini qeyd edərək hazırlaşacaqsansa, yox əgər pərakəndə formatda adi hər hansı bir növ diqqətsiz şəkildə hər hansı bir sosial platformaya, telefonda izlənilən, smartfonda yaxud video roliklərə baxmaq adı ilə göz zillənib, amma ağlın səmada bir ağılsız formatda oxuyacaqsansa, heç o belə deyək, material o qədər gedəsən, götürəsən, hazırlayasan adı yoxdur. Yəni boş bir, absurd bir şeydir. Bu da əslində nədən qaynaqlanır? Daimi olaraq 100% şəkildə belə bir hal var. Bu demək olar əksər insanlarda mövcuddur. Şəxsi problemlərini hər hansı bir növ kitab oxuyur, yaxud televiziyaya baxır, göz ordadır, amma onu fikirləşir. Əgər bu sənin üçün vacibdirsə, həmin problemi bir müddət kənara qoymaq lazımdır ki, əgər şəxsi iş planlaması ilə bağlı imtahan, yaxud vacib bir növ məsələ gedirsə, ən azından onu düşünmək şərti ilə. İstənilən təqdirdə problemimiz olduqda o şəxsi problemi daha çox qlobala çevirmək. Nə qədər qlobala çevirsə, sizin həyatınıza pis təsir edəcək. Yəni sonradan sən səhv olacaqsan, günahkar olacaqsan. Həmin şəxsi planlama imtahanı əgər əldən yaxud aradan çıxsa. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verilməsi məlumat verə bilərlər.